Quran oxuya bilməyən müsəlmanlara nə nəsihət edə bilərsən qardaş? Quran oxuya bilməyən müsəlmana nə demək olar axı? Adam qəşəng səliqəli paltar geyinə bilir. Adam maşın sürə bilir. Yeri gələndə ağzı dolu danışa bilir. Yəni dünyavi işlərin hamısının ən yaxşısını bilir. Amma Quran oxuya bilmir. Nə deyə bilərəm axı mən elə insana? Allah rəhmət eləsin, başqa da heç nə. Vallahi adam ölüdür, heç özünün də xəbəri yoxdur. İmam İbn Qeyyim rəhiməhullah demişdir. Əgər insan Quran oxuyur və ürəyi Allah qorxusu ilə sıxılmırsa, demir ha Quran oxumayan insan. Deyir Quran oxuyan adamın Allah qorxusu ilə ürəyi sıxılmırsa, o ölü ürəkdir. Burada oxuyan adamdan bəhs olunur. Subhanallah, bəs ümumiyyətlə heç oxumayanın vəziyyəti necədir? Subhanallah, Rəbbim rəhm eləsin Quran oxuyanlara. Oxumayanlara da gec olmadan öyrənməyi nəsib etsin. Bugünkü gündə buna bəraət yoxdur qardaşlar. Bunun üzürü yoxdur. Öyrənmək istəyən hər kəs onu bu gün öyrənə bilər. Səhih hədislərin birində Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Quranı çox oxuyun. Həqiqətən qiyamət günü o onu oxuyanlara şəfaətçi olacaqdır. Subhanallah, əks halda düşünün ki, qiyamət günü Quran sizin əleyhinizə şahidlik edəcək. Allah qorusun. Düşünürəm ağıl sahibləri üçün bu qədər də kifayətdir. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.